Sən də hər şeyi inanırsın. Yaxşı. Dedik ki, bildiyiniz kimi Hindistan hər zaman işğalçı dövlətlər tərəfindən belə deyək də, hücuma məruz olan bir ərazi olub. Çünki Hindistan həqiqətən də təbii sərvətləri, özünə məxsus belə deyək də, sərvətləri falan dövlətlər tərəfindən cəlb edici olub. Hindistana türklərin axınları ilk 6-cı əsrdən etibarən Mihrəqulu xanın dövrü ilə başlayacaqdı. Orada bugünkü müasir Pakistan bölgəsində daha çox hücumlar başlayacaq. Bu hücumlardan başlayaraq davamlı şəkildə Mahmud Qəznəvinin 16-17 yürüşləri ən məşhur, hər yürüşündə bir dənə Hindistan knyazlığını tabe eləməsi də onun yürüşlərini və türklərin Hindistana axınlarını gücləndirəcək. Mahmud Qəznəvi dövlətinin zəifləməsindən sonra Qarluqlar, belə deyək də, və Gürlu tayfaları burada bir növ məskunlaşacaqdılar. Gürlular özlərinin ordularında qulamlar və məmlüklər yetişdirdilər. Bunlar hansı ki qullar idilər, sonradan satın alırdılar və sonradan bunlar hərbi işdə daha çox gücləndiyi üçün dövlətin vəzifələrində yer tutacaqdılar və bunların getisi nüfuzu qalxacaq. Bunlardan birisi Qütbəddin Aybək idi. 1206-cı ildə Hindistanda ilk türk dövlətinin, türk İslam dövlətinin əsasını qoyacaqdı Qütbəddin Aybək. 13-cü əsrdə yaranması bu dövləti Qızıl Ordu, Böyük Monqol, Hülakilərlə oxşar cəhət, bir də Latin imperiyasına oxşar cəhət verirsiniz. Yəni, bu da 13-cü əsr yaranması. 1206-da yaranması isə ancaq Monqoldan oxşar cəhət edilir. Qütbəddin Aybək dövləti yaradacaqdı və dövləti yaratdıqdan sonra isə İslam dinini Hindistanda daha da genişləndirəcəkdi, insanları müsəlmanlaşdıracaqdı, türk dilini yaygın hala gətirəcəkdi, türkcə danışmana əsas götürəcəkdi, türk dilini bilməyənlərə və İslam dinini qəbul eləməyən Hind knyazlarına heç bir vəzifə verməyəcəkdi. Onları tamamilə idarəsindən uzaqlaşdıracaqdı. Qütbəddin Aybəkin ölümündən sonra onun varisi olmadığı üçün, belə deyək də, yəni varis söhbəti yox idi deyə Eltutmuş xan gələcəkdi. Eltutmuş xan dövründə Delhi Sultanı ərazisi daha da genişlənəcəkdi. Cənuba və mərkəzə doğru axınlar və işğallar baş verəcəkdi. Lakin bilirsiniz, bu dövrdə 13-cü əsrdə Monqol işğalları baş vermişdi. Monqolların hücumları, Monqollara qarşı mübarizə aparacaqdı Eltutmuş xan. Monqollara qarşı hücumlar aparacaqdı. Eltutmuşun dövründə Monqollara qarşı uğurlu müharibələr, Abbas xəlifəsinə əlaqələr onun nüfuzunu daha da artıracaqdı. Hətta Abbas xəlifəsinin razı Sultan Turqəbili. Sultan Turqəbili məsələn Sultan Mahmud Qəznəvi, Toğrul, həmçinin siz verir Pirbudaq, Cahanşah, Qaraqoyunlarda artıq verirsiniz. Uzun Həsəni izah eləmişəm, gəlnətdə Uzun Həsən gedəcək. Uzun Həsən, sonra bir də Qızıl Arslan, yəni bu kimi sultan titulu verəcəksiniz. Monqollara qarşı müharibə aparması 13-cü əsrdə Dehlini siz Xərəzmşahlarla verirsiniz. Oxşar cəhət kimi Eldənizlərlə verirsiniz, Şirvanşahlarla verirsiniz və bir də Axsungurlərlə də verə bilərsiniz. Rus knyazlıqlarına da verə bilərsiniz, Rus dövlətinə və Çin dövlətinə də verə bilərsiniz. Hamısından da yəni Monqol işğalına qarşı mübarizə aparacaq. Monqol işğalına qarşı mübarizə aparmasının səbəbi nə idi? Çünki Xərəmşahlar dövləti Mərkəzi Asiyada süqut edən sonra Cəlaləddin qaçmışdı, Delhi sultana sığınmışdı. Eltutmuş isə onu sığınacaq verdiyi üçün Çingiz xanın ona hücumlara baş verəcəkdi. Cəlaləddinlə və yaxud da Xərəmşahların diplomatik əlaqələr saxlaması isə belə deyək də Dehlini Şirvanşahlar dövlətinə də oxşar cəhət vermək olar. Eltutmuş xanın dövründə belə deyək də onun bir növ bir çox sayda islahatlar keçirəcəkdi, vergiləri nizamlayacaqdı və ordu islah keçirəcəkdi. Ordu islah keçirəndən bilirsiniz artıq, yanına bir dənə də Eltutmuşu qatırsınız. Eltutmuşdan sonra hakimiyyətə Raziyə Sultan gələcəkdi. Raziyə Sultan ilk Dehlinin qadın hökmdarı idi. Lakin İslam aləmində qadın hökmdar olması qəbul edilmir. Türklər biraz İslamlaşandan sonra qadınla bağlı olan fikirləri təəssüf ki dəyişir və qəbul edilmədiyi üçün türk əyanlarının qiyamları baş verir və Raziyə Sultan həqiqətən də onun haqqında bir film var, yəni çox güclü bir hökmdar olub, qətiyyətli bir şəxs olub. Yəni normalda əslində Eltutmuşun oğlanları da olub, amma Raziyə onlar içərisində ən belə deyək də şücaətlisi olduğu üçün ona verib hakimiyyəti və nəticə etibarilə türk əyanlarının qiyamı nəticəsində Raziyə Sultan taxtdan salınıb öldürüləcəkdi. Yerinə Qiyasəddin Balaban gələcəkdi. Qiyasəddin Balaban dövründə ölkə daxilində Hind knyazlarını üsyanlarına yatırıb Monqolları ölkədən qovacaqdı. Lakin Qiyasəddin Balaban ölümündən sonra dövlət daxili seçmələri bürünəcəkdi. 13-cü əsrin sonlarında isə Xələcilər sülaləsi gələcək. Bunlar Məmlükçü sülaləsi, yadınızda saxlayın. Və Xələcilər sülaləsinin belə deyək də dövründə bir dənə biz Əlahəddin Xələci keçirik. Başqa heç kimi keçməyə ehtiyac yoxdur, yəni vermirik.
Ələddin Xələc gələcəkdi. Ələddin Xələcin dövründə dövlətin siyasi qüdrəti artacaqdı. Delhi Sultan ərazisi genişlənəcəkdi. Monqolların işğalları tamamilə qarşısı alınacaqdı, bitəcəkdi artıq Xələcinə. Sonra orduya torpaq əvəzinə maaş verəcəkdi şəxslərə, torpaqları isə kəndlilərə paylayacaqdı. Burada məqsəd Ələddin Xələcin güclü ordu yaratmaq və ərzaq ehtiyatını artırmaq idi ki, və bunu da qısa müddətdə həyata keçirəcək. Lakin əsgərlərə və yaxud da hərbi əyanlara maaşın verilməsi xoşa gəlməyəcəkdi və Ələddin Xələcini üsyan qaldırıb onu da taxtdan indirəcəkdi. Bundan sonra dövlətin vəziyyəti ağırlaşacaqdı. 14-cü əsrin ikinci yarısına baxdığımızda Delhi Sultan ərazisi artıq parçalanmağa doğru gedirdi və daxili çəkmələr baş verirdi. Bunun fonunda üstünə də bir də 1398-ci ildə igidimiz Əmir Teymur gələcəkdi. Teymurun hücumlarına məruz qalmaq sıralamada oxşaqda soruşacağım. Azərbaycan dövlətləri daxil hamısını soruşacağım. Ona görə diqqətli olur. Yəni qeyd eləyərsiniz özünüzdə. Niyə maaş vermək xoşa gəlmir? Yəni maaş torpaq daimi gəlirdi daxil. Maaş isə orada xidmət elədiyi müddətcə qalır. Olmadı. Torpaq bəzən irsən keçə bilər. Maaş irsən keçmə söhbəti yox. Həm də miqdar və hegemonluq məsələsi var. Nə qədər torpağa sahib olsan, o qədər daha çox hegemon olur, əyan olursan. Amma maaşda müəyyən miqdar maaşdır. Əmir Teymurun gəlişi Hindistan Delhi üçün daha da çox belə deyək, vəziyyəti ağırlaşdıracaq, dağıntılara məruz qalacaqdı ölkə, yəni parçalanacaqdı. 15-ci əsrin əvvəllərinə baxdığımızda isə artıq Dehlini Xələclər sülaləsi yox, Əfqan mənşəli sülalə tərəfindən idarə olunmağa başlanmışdı. Bu isə dövlətin zəifləməsinə gətirib çıxarırdı. Dövlət getdikcə artıq parçalanmışdı, Hind knyazlıqları müstəqillik əldə eləmişdi və belə deyək, süquta doğru gedirdi. 16-cı əsrdə isə sonuncu hökmdar İbrahim Luci olacaqdı. 1526-cı ildə Teymurun nəvəsi Kabil şahı belə də Baburu çağırırlar. İbrahim Luci ilə Panipat döyüşü baş verir və Panipat döyüşündə Delhi sultanlıq süqut eləyir, yerinə Moğol dövləti yaranacaq. Moğola keçməmişdən qabaq Dehlidə idarəetmə sisteminə baxacaq. Ölkənin başında sultan duracaqdı. İkinci şəxs baş vəzir idi. Ölkə inzibati cəhətdən vilayətlər və dairələrə bölünəcək. Vilayətləri idarə edəcəkdi valilər, dairələri idarə edəcəkdi rəislər. Xidmət müqabilində verilən torpaq mülkiyyət forması iqta idi. İqta sahibləri zəmindar adlandırılır. İqta yalnız türklərə verilirdi. Hindli əyanlar və Hind xalqı idarəçidə iştirak eləmirlər. Və hətta Dehlidə xalq iki yerə bölünmüşdü. İdarə eləyənlər türklər, idarə olunanlar hindlilər idi. Bildiyimiz milliyyətçi dövləti, yəni sırf türk milliyyətçinin əsas planı edilir. Sonra xidmət müqabilində verilən torpaq iqta idi. İqtanın olması bilirsiniz də Ərəb xilafətindən tutun Monqollarda, bizdə Eldənizlər, Saci Salar, Rəvvadi, Şəddadi, yəni bundan hamısını cəlarilə verə bilərsiniz, fərqi yoxdur. Sonra divan dövlət torpaqlarıdır, xalisə xas hökmdar vonaysa, vəqif dini idarə, sonra icma isə hamının istifadə mülk irsən işdir. Yəni bundan hamısı standart Ərəb xilafəti necədirsə biz bunlar da Dehlidə də belədir. Amma dövlət mərkəzi bütövlət deyildi və zəif idi mərkəziyyətdən. Hindlilərin də vəzifə buraxılmaması dövlətin daha da zəifləməsi və onların həmişə etirazına səbəb olacaqdı, üsyanlara səbəb olacaqdı. 16-cı əsrdə süqut eləməsi Delhi sultanlığını Qızıl Ordu ilə, Teymurla, hələ ki bir də Ağqoyunun da artıq keçmişi Ağqoyundan oxşar cəhət eləyəcək. 16-cı əsrdə yaranan dövlət isə Moğol dövləti, türk mənşəli dövlət idi. Babur Şah Teymurun nəvəsi tərəfindən əsası qoymuşdu. Belə deyək də, əsasını qoyacaqdı Babur Şah. Hərbi islah keçirmişdi və 1526-da dövlət əsası yaradacaq. Dehlinin, Moğolun Dehlidən fərqli cəhəti. 1. Mərkəzləşmiş dövlət idi. Bir də İslamı zorla yaymırdı. Can vergisi, cizyəni ləğv eləmişdi. Yəni Hindistanlılara deyirdi ki, Hindlərə deyirdi ki, yəni hansı din olursan o, vəzifəyə gələ bilərsən. Hindlər də vəzifəyə gəlirdi. Can vergisini ləğv eləmə, yəni cizyəni ləğv eləmə, söhbət cizyə deməkdir, yəni can verirsə, Qazan xandan oxşar cəhət edir. Qazan xandan bilirsə, İslam dini qəbul edən kimi belə deyir də, qopçu bacı ləğv edir, bunun kimi verə bilərsən. Moğolun ən qüdrətli hökmdarı isə Əkbər Şah olacaqdı. Əkbər Şahın dövründə Osmanlı, Şeybani, Portuqaliya və Səfəvlərin diplomatik əlaqələr quracaq. Dövlətin əraziləri cənuba qədər uzanacaqdı. Kəşmir, Qucarat, Pəncabda uğurlu yürüşlər həyata keçirəcəkdi. Bu dövrdə isə xidmət müqabilində torpaq sahibləri cagirdar adlandırılırdı. Delhidə nə adlandı? Zəmindar. Amma burada cagirdar. O zəmindarı isə Moğollarda Hintli knyazlara deyilirdi. Hintli knyazlar irsən keçən torpaqlarına verir.
Cagidarların vəzifələri nələrdir? Vergi yığmaq, məhkum işlə nəzarət etmək, ordu saxlamaqdır, fillərdən ibarət. Və müharibə zamanı isə ordu belə deyək də bir növ yığılırdı bir yerə və müharibə edirdi. Əkbərin dövründə dövlətin siyasi qüdrəti artacaqdı, Moğol imperiyası genişlənəcəkdi. Hətta Əkbərin varisləri dövründə bütün bir Hindistan tamamilə əhatə edəcək. Amma Əkbər və onun varislərinin vəfatından sonra Moğol dövləti də zəifləməyə başlayıb və 19-cu əsrdə keçəcək dərsdə süqut edəcək. Bu da sizin